Salam, hər vaxtınız xeyir olsun bizi izləyənlər, tamaşaçılarımız, canlı yayımla bizlə qoşulanlar. Bugünkü qonağımız Mir Yusif Cavadzadə müəllim, EDDE Global Center-nin Xarici Təhsil Mərkəzinin rəhbərliyi qurucusu. Xoş gəlmisiniz müəllim. Xoş gördük, təşəkkür edirəm. Sizi burada görməkdən çox sağ olun. Sizi burada görməkdən həqiqətən məmnunuq, minnətdarıq. Bugünkü işimiz gənclərimizi bir daha da bir faydalandırmaq, necə xarici təhsil almaq olar, bundan yolları hansılardır? Bunları Mir Yusif müəllim bizə sağ olsun danışacaq. İlk öncə Mir Yusif müəllim sizdən qısa bir özü tərcüməyə havuza alaq və biz keçək suallarımıza. Əla. Mən Mir Yusif Cavadzadə, EDDE Global Xarici Təhsil Şirkətinin direktoruyam. Artıq 8 ildən çoxdur ki, EDDE Globalın fəaliyyəti ilə bağlı məşğulam. Biz EDDE Globalda 400-dən çox universitetin Azərbaycanda rəsmi nümayəndəsiyik. Eyni zamanda EDDE Global akkreditasiyalı bir beynəlxalq xarici təhsil şirkətidir. Özüm isə özümlə bağlı deyə bilərəm ki, hazırda tələbəyəm. Oxford Universitetində Organization Leadership üzərində magistratura təhsil alıram. Bəli. Yəni düşünürəm ki, tələbəlik uzun illər davam etməlidir. Yəni bu istər magistratura olsun, istər həyat tərəfdən olsun. Yəni bu lifelong learning olmalıdır. Tam razıyam sizinlə. Çünki mən özüm tələbəyəm və tələbəlik hissi yaşamaq, həyəcanı çox gözəldir. İlk sual sən başlayırsan. Mən başlamaq istəyirəm çünki siz tələbəsiz, amma mən də tələbə olmaq yolundayam deyə mənim daha çox və daha real suallarım var. Mövzumuz peşəkar suallar üzərindən verilməklə yanaşı hazır yaşadığınız situasiya üzərindən də irəliləyəcək. Çünki siz özünüz də dediniz ki, tələbəsiz, xarici təhsil alırsınız. İlk sualım odur ki, xarici təhsil etapına gəlib çıxmamışdan əvvəl bir namizəd hansı qərarları verməlidir? Nəyi ələkdən keçirməlidir? Sonra qərarlaşdırmalıdır ki, xarici təhsil ona lazımdır. Və siz nəyə fikir verirsiniz özünüzdə? İkinci sual olmayacaq. Çünki bu sual ətrafında bir sual bəsdir. Çünki qərarsız olanlarımız var, onlara bu maraqlı olacaq ki, bir sual bəsdir. Deməli belə bir şey deyə bilərəm ki, ilkin mərhələ olaraq düzgün ixtisas seçməliyik. Bu ixtisas seçimi ən önəmli məsələdir. Çox təəssüf ki, ən böyük problemlərimizdən biri nədir? Biz trendlərin dayıca qaçırıq. Yəni trend ixtisaslar nədir? Kimi soruşuram deyir ki, süni intellekt oxuyum. Kimi soruşuram deyir ki, data science oxuyum. Kimi soruşuram deyir ki, bəlkə yazılım mühəndisliyi, software engineering oxuyum. Bu belə olmalı deyil. Ümumiyyətlə mənim fikrimcə biz trendlərin dayıca qaçmamalıyıq. Birinci öz içimizdə nə istəyirik? Bizim qabiliyyətimiz nədir? O qabiliyyəti həqiqətən tapmaq və potensialımıza çatmaq üçün o ixtisasa getməliyik. Yəni biz ola bilər ki, trend ixtisaslar var ki, çox yaxşı gələcəkdə maaş vəd eləyir. Bu ixtisaslar həqiqətən də dünyada çox gözəl yerdədir və gələcək vəd edirlər. Amma biz o ixtisası sevmirik. Məsəl üçün bizim riyaziyyatımız zəifdir və yaxud biz tarixi sevmirik və yaxud ola bilər ki, biz fizikanı sevmirik, amma bu ixtisasa getməli deyilik. Dünyanın hər zamanında trendlər olur. Elə bir zaman deyə bilmərik ki, o zamanda trend ixtisaslar olmasın. Bu trend ixtisasların dalınca getsək, o trendlər yenə dəyişə biləcək. Amma biz sevdiyimiz işlə məşğul olsaq, o sevdiyimiz iş, sevdiyimiz ixtisas bizə gələcəkdə sevdiyimiz iş gətirəcək. Sevdiyimiz iş gələcəkdə bizə gələcəkdə yaşama motivasiyası verəcək. Bizə gələcəkdə gözəlliklər bəxş eləyəcək. Ona görə də bəzən deyirlər ki, məsəl üçün biznes menecment ixtisası trenddən düşüb, nə var biznes menecment. Amma biz biznes menecmenti həqiqətən də öz içimizdə liderlik qabiliyyəti hiss eləyiriksə, idarə etmə qabiliyyəti hiss eləyiriksə, bu sahəyə marağımız varsa, bu sahəndə oxumalıyıq. Yəni o demək deyil ki, biz trendlərini dayıca etməliyik. Birinci ən böyük problem budur. İkinci məsələ isə çox təəssüf ki, plansız hərəkət edirik. Yəni maliyyə planları. Düzgün karyer planlaması olmalı. Bu karyer planlaması deyilir. Birinci ki, təhsillə bağlı ki, düzgün seçim etməliyik. İkinci məsələ isə maliyyə planlamasıdır. Ki maliyyə planlaması bəzən və bir çox halda edilmir. Yəni bu maliyyə planlaması içində mən gedəcəyim ölkədə təxminən aylıq nə qədər xərcləyəcəm, mənim yataqxana xərclərim nə qədər olacaq, mənim təxminən universitet xərclərim nə qədər olacaq, mənim sənədləşməyə nə qədər xərcim çıxacaq. Bu maliyyə planlaması içində düzgün qərar verilmədikdə gələcəkdə böyük problemlər ola bilər. Üçüncü böyük problem. Hüquqi problem. Ki biz bəzən hüquqi olaraq hazır olmuruq. Niyə? Məsəl üçün tələbə olmaq istəyən biri 18 yaşdan aşağıdır. Valideynlər boşanıb. Maraqlı bir situasiyadır. Valideynlər boşanıb. Məsəl üçün ana istəyir ki, övladı getsin xaricdə oxusun. Amma yoldaşı isə istəmir.
Yoldaşı istəmir ki, uşaq getsin. Bu zaman məhkəmə işi də yəni ki ortaya. Amma biz gəlib çatmışıq, tutaq ki, avqust ayına. Avqust ayına gəlib çatmışıq, amma biz əlimizdə heç bir qərar yoxdur, valideyn icazəsi yoxdur. Məhkəmə işi də bir günə, 2 günə olmur ki, uşağın birlik itə bilər. Ona görə də 18 yaşından aşağı uşağı olanlar gərək hər iki valideynin rəsmi qaydada icazəsi olan. Amma bu icazə təkcə sərhəddən keçmə icazəsi deyil. Eyni zamanda həmin ölkədə yaşama, oxuma icazəsidir və hər iki valideyn tərəfindən bu təsdiq edilməlidir. Bəs Bestos nədir İsmail? Biz deyirik ki, bu məsələni qarşı tərəflə mütləq dəqiqləşdirin və hər iki valideyn icazə versin. Məsələn, mən bu günləri bir xanımla görüşdüm, konsultasiya etdik və dedim ki, uşaqların neçə yaşı var? Baxdım ki, 18-dən azdır. Dedim ki, bəs mövcud ailə vəziyyətiniz necədir? Boşanma var idi. Dedim ki, bəs eks yoldaşınız icazə verirmi? O icazə varmı? Dedi, bəli var. Dedim ki, o zaman davam edə bilərik. Çünki bu hüquqi məsələlər gələcəkdə böyük problem ola bilər. Növbəti hüquqi məsələlər. Gedəcəyimiz ölkədə bəzən qəyyumluq tələb olunur. Biz universitetdən ola bilər qəbul almışıq, təqaüd almışıq, amma hüquqi məsələləri bilmirik. Məsəl üçün, Çində 18 yaşından sponsor deyək belə də. Yox. Sponsor tam başqa bir şeydir. Sponsor bu maddi məsələdə sponsor. Amma qəyyum budur ki, sizin həmin getdiyiniz ölkədə hüquqi olaraq yaratdığınız istənilən bir problemdə sizi öhdəliyinə götürən bir insan ehtiyacı ola bilər. Məsəl üçün, tələbələr gedir Çinə. Böyük çox maraq var. 18 yaşından azdırsa tələbələr Çindən qəyyumluq tələb olunur. Ki, qəyyum sizin istənilən bir məsələnizdə artıq, məsəl üçün, Çində hər hansısa bir situasiya düşdünüz. İqtisadi bir məsələ oldu. Məsəl üçün, yataqxana pulunu vermədiniz və yaxud hər hansısa bir kriminal bir şey oldu. Artıq sizin qəyyumunuz ora çağırılmalıdır. Sizinlə bağlı artıq xüsusi artıq onunla danışılmalıdır. Bu qəyyum məsələsi də çox önəmlidir. Yəni bunları çox önəmlidir. Çünki kimsə sizə belə çıxıb cavab etməlidir. Əlbəttə. Yəni 18 yaşından aşağıların xüsusən bu məsələlərdə ehtiyac. Bu təkcə Çində deyil. Məsəl üçün Latviyada da var bu qanun və bir çox ölkədə də var. Məsəl üçün hazırda Fransaya bir tələbə göndərir, onunla bağlı da bu işləri görməkdəyik. Bu yalnız 18 yaşdan aşağı şəxslər şamil olunur. Bəli. Eyni zamanda biz deadline-lar, xüsusən də sənədləşmə məsələsində biz bilməliyik ki, sənədləşmə məsələsi həqiqətən də hansı yerdədir? Birinci sualın ətrafında hələ danışıram, qurtarmıram çünki çox uzun mövzudur. Sənədləşmə məsələsində, məsəl üçün, biz bilməliyik ki, bizim müraciət tarixlərimiz nə vaxtdır? Bu müraciət tarixlərinə biz çatırıqmı? Biz bu templə getsək, həmin universitetə qəbul ola bilərikmi? Ola bilər ki, universitetin deadline-ları, yəni son müraciət tarixləri tutaq ki, 1 iyuna qədərdir. Amma biz 1 iyunda bütün sənədləri çatdırmamışıq və bütün sənədlərdən xəbərimiz yoxdur. O zaman da qəbulumuzda problem yaranma ehtimalı ola bilər. Belə problemlərdə sizin təsisçi olduğunuz müəssisə dəstək göstərirmi? Biz zaten tələbənin A-dan Z-yə qədər bütün məsələlərində yardımçı oluruq. Onun müraciət sistemində, hətta müraciəti şaxəli edirik. Yəni tələbəyə deyirik ki, təkcə bir yerinə kifayətlənməyin. Məsəl üçün A, B, C olaraq seçimlər qoya bilərik. Burada həm istəyir təqaüdlü müraciət, istənilən məsələn yarım təqaüdlü müraciət, istənilən şəkildə isə təhsil haqqlı şəkildə müraciətlərinə davam edilir və tələbənin istəyinə uyğun ixtisas üzrə müraciət edilir. Tələbə ixtisas seçimində problem yaşayarsa, biz tələbənin ixtisas seçimində də Holland metodundan istifadə edərək ixtisas seçimində dəstək oluruq. Eyni zamanda isə tələbənin viza prosesində, hüquqi məsələlərində də tələbəyə dəstək oluruq ki, tələbə uğurla həmin ölkəyə gedə bilsin. Eyni zamanda yataqxana xidməti ilə bağlı dəstək göstəririk. Hansı ki, bütün A-dan Z-yə qədər xarici təhsil üçün tələbəyə nə lazımdırsa, bütün proseslərdə yanında olmağa çalışırıq. Yusuf müəllim, siz A-dan Z-yə qədər dediniz. Bu siz A-dan keçə artıq B-yə mən düşdüm və bu hərfləri deyəndə açıq mən istəyirəm. Bizim gənclərimizin xarici təhsillə bağlı ən böyük problemləri nədir? İlk öncə bundan başlamaq istəyirəm. Bu günlər cəmiyyətimizdə nə qədər gənc var ki, xarici təhsil almaq istəyir, xaricə getmək istəyir, amma gedə bilmirlər.
fərqli səbəblər var. Birində ixtisas problemi olur, birində maddi cəhətdən problem olur. Bu kimi hallar çoxdur. İlk öncə bu sualı verim. Deməli, bəziləri çıxdı ki, 0 manatla Amerikaya getdim, bura getdim, ora getdim, təhsil aldım. Pulsuz təhsil aldım, attestatla təhsil aldım, ən rahat yolla danışırlar. Və sizə bir sual, 0 manatla təhsil almaq mümkündür xaricdə? Realdırmı? Realdır. Bu bir sizədir. 0 manat məsələsi çox müzakirə oluna bilən məsələdir. Yəni 0 manatla ümumiyyətlə heç yerə getmək olmur. Yəni buradan biz çıxaq 0 manatla hansısa bir evə çata bilməyəcəyik. Yəni bu 0 manatı yəqin ki bənzətmədir. Nəyisə bir bənzətməci daha elə bil ki, nəyisə bacardığını göstərməkdir. Amma təbii ki, tələbələr təqaüd alma ehtimalları var ki, bu tam təqaüdləri əhatə edilə bilər. Məsəl üçün bunlardan biri Bəli. Azərbaycan dövlətinin təqaüdü var. Dövlət proqramı təqaüdü var. Dövlət proqramı təqaüdü ilə tələbələrimiz 0 manatla gedib oxuya bilərlər. Yəni ki, ona aylıq pul verirlər. Geri qayıtmaq şərti ilə. Geri qayıtmaq şərti. Ona pul verirlər, təhsil haqqını verirlər, biletlərini verirlər, hər şey verirlər. Amma müəyyən hallarda da o həmən köçmür də. Gərək birinci gedəndə artıq özündən də xərcləyib sonra onlardan geri qaytara bilərsən. Yəni hər bir halda baza və ehtiyat lazımdır. Sonra borc almaq lazımdır. lazımdır və o kreditləri də qaytarmaq lazımdır. Belə tələbələrin xarici təhsil üçün ən çox üz tutduğu ölkələr hansıdır? Hansı ki bizim tələbələr demək olar ki, ən çox bura axın eləyirlər. Amma məsələn sizin tövsiyə etdiyiniz yaxşı uğurlu təhsil verən və diplomu tanınan hörmətli olan universitetlər, ölkələr hansılardır? Və bir yanda vergül qoyum, diplomun tanınması ölkəmizdə vacibdirmi? Əla suallardır. Əslində biz uzun danışmalıyıq, saatlarla danışmalıyıq. Biz okey. Ta biz başladıq. Siz deyirsiniz ki, şirkətlər belə deyir, 0 manatdan getmək, illüziya və yaxud attestatla qəbul və s. Oradan başlayım, sonra sizinki suallara keçəcəyik. Ümumiyyətlə attestatla təhsil deyilən bir məsələ problemli bir məsələ deyil. Sadəcə çox necə deyim, bizim taleyimiz belə gətirib ki, bu coğrafiyada böyümüşük. Bu pis mənada deyil. Biz türk dilini bilmişik. Bəli. Türk dili bizim üçün xarici dil hesab olunmayıb. Düzdürmü? Ona görə də biz attestatla qəbul edə bilmişik ki, attestatı götür get universitetə. Belə bir şey yoxdur. Türkiyədə də yoxdur. Yəni biz attestatımızı götürürük, gedirik Türkiyədə türk dili imtahanı veririk. Və biz nə eləyək ki, bizim taleyimiz belə gətirib ki, biz türk dilini bilmiş olmuşuq. Amma bir Afrikalı gəlir eyni ilə bizim attestatla qəbul olduğumuz universitetə gedir, qəbul olunur. Amma o gedir birinci ili türk dili bilməyəndə gedir bir il əlavə türk dili öyrənir. Foundation oxuyur. Və bizim Azərbaycanlılarda da bir il foundation oxuyanlar da az deyil, yəni Türkiyədə. Gəlin indi başqa Avropa universitetlərinə baxaq. Avropa universitetlərindəki məsələ necədir? Tələbələr birinci dəfə ingilis dili öyrənir, ingilis dili imtahanı verir. Əgər kəsilsələr, orada gedir bir il foundation oxuyur bir çox universitetdə. Yəni burada məsələ necədir? Bir imtahanın adı IELTS-dır, TOEFL-dır, PT-dir, Duolingo-dur və s. Bu ingilis dili imtahanıdır. Bəli. Neyniyək ki, bizim coğrafiyada ingilis dili sonradan öyrənilən dildir? Neyniyək ki, türk dili imtahanının adı, məsəl üçün, Tömərdir deyə, biz onu imtahandan saymırıq. Amma biz IELTS-ı, TOEFL-ı, PT-ni imtahandan sayırıq. İkisi də biri türk dili imtahanlarıdır, biri ingilis dili imtahanlarıdır. İkisi xarici tələbə sayırıq. Əlbəttə, yəni biz bir imtahansız, məsəl üçün, kimə desəz ki, mən Avropada oxuyuram, deyəcək ki, attestatla oxuyacam demir. Deyəcək ki, sən IELTS-la, TOEFL-la oxuyursan, PT-ilə oxuyursan, deyəcək, hə, deyəm, imtahanla qəbul olunub. Amma Türkiyəyə gələndə məsələn, deyirlər sən attestatla qəbul olunursan. Sən çünki o töməri imtahan saymır. Ciddi alınmır əslində, nə yalan Türkiyədə təhsil alanların həm akademik göstəriciləri, əlavəm var. İnciməsin Türkiyədə təhsil alanlar, yəni çox da çətinliklə, əzmdən deyil də, daha çox əlçatanlıq. Bəli. Neyniyək ki, bu dili öyrənmişik də biz hər hansısa bir vasitə. Siz hansı universitetdə oxumusunuz Azərbaycanda? Bakı Slavyan Universiteti. Siz? Bakı Slavyan. İndi hazırda mən məsəl üçün Bakı Slavyan Universitetində xaricdən gətirdiyim attestatla oxuyan tələbələrim var. İndi yəqin ki, məzun olublar. Yəni xaricdən 11-ci sinif qutarıb attestatla Azərbaycanda gəlib oxuyurlar. Onlar da Azərbaycanda imtahan verirlər böyük ehtimal. Yəqin ki. Onlar müsahibə mərhələsində zaten bəlli olunur. Müsahibə eləyirlər onları.
Azərbaycan dilinin xüsusi bir imtahan adı yoxdur, amma onlar müsahibə əsasında təyin olunur. Eyni zamanda Azərbaycanda bu tələbələr bizim hansı ki, tutaq ki 500 balla qəbul olduğumuz universitetlərə onlar attestatla qəbul olunur. Əgər attestatla təhsil Slaviyada bu var zaten. Slaviyada bizim xarici işlər üzrə kafedramız var. Əlbəttə, bu Azərbaycan universitetlərində var. Bəli. İndi Stalin Azərbaycan layihəsi də var. Uğurlar arzu edirəm onlarda. İnşallah. Onlar da kifayət qədər xarici tələbə gətirməklə bağlı işlər görürlər və bir çox universitetimiz attestatla orada da qəbul edir. Yəni əgər biz attestatla qəbul edən universitetə keyfiyyətsiz desək, deməli Azərbaycan universitetləri də keyfiyyətsizdir. Bu iddianı etməməliyik məncə. Bu bir. İkinci məsələdə bu bir geniş algı idi. Yəni geniş bir təsəvvür idi. Əlbəttə. Algı niyə yaranır? Bunun kökü nədir yəni? Yəni bir insan düzdür ola bilər attestatını oxusun. Tamam, okey, razıyam. Amma ki bunu biz belə dırnaq arası baxmamalıyıq. Düzdürmü, səhv etmirəmsə? Bizdə bilirsiniz nədir bu məsələ? Yəni məsəl üçün bu artıq bir prosesdir ki, əslində. Məsəl üçün xaricilər belədir. 9-cu sinifdən çıxırlar, bir diplom alırlar. Sonra Texnikum. bu texnikum deyil. Orta təhsil haqqında. Bəli. Bir də bitirirlər high school diplom alırlar. Yəni orta məktəb, tam orta məktəb. Tam orta. Türkçədə də belədir. Bəli. Artıq biz deyə bilmərik ki, məsəl üçün bizdə indi attestat almaq yəqin ki, asandır. Bəlkə ona görə deyirlər ki, nə var, hamı attestat ala biləcək. Rahatdır. Düzdür, rahatdır. Amma məsəl üçün xarici attestat almaq məsələsi də o qədər asan deyil axı. Yəni sən bir imtahanlar verirsən. Əlbəttə bir imtahan versən, o prosesi əldə edirsən, o diplomdur. Yəni biz attestat dediyimiz şeyə diplom deyirlər zaten. Buna high school diploma deyirlər. Yəni bu diplomanı əldə etmək çox asan bir şey deyil. Yəni Azərbaycanda da məsəl üçün beynəlxalq məktəblər var. Gəl görək A-level almaq asandıırmı? AP-ni almaq asandıırmı? Və yaxud IB-ni almaq asandıırmı? Çox çətindir. Okay, bir sual verin. Bizdə yəni, oxumaq da asandır yoxsa qəbul olmaq? Və yaxud hansı daha çətindir? Mən Azərbaycanda təhsil almışam, bakalavr təhsilini. Azərbaycanda qəbul olmaq məncə çətindir, oxumaq asandır. Amma təhsilini düşürdüm. Hə? Qəbul olmaq düşünürəm asandır, amma oxumaq çətin. Səbəbi pisdən ibarətdir. Biz üçün mən 11-ci sinifdə elə bir algıya düşmüşdüm. Pullu pulsuz söhbət var idi. Ki elə bir pulsuz oxuyanlar ilahinin bu həyata göndərdiyi bir şey mələklərdir. Pullu oxuyanlar isə bu həyata gəlmiş iblislərdir və qəbul olsun və görürəm ki, eyni dərs alır. Sadəcə mən haqq qoyuram. Çünki o xalqın uşağı olur, evdəkiləri əziyyətə salmır, deyir ki, pulsuzluğa təqaüd. Amma elə bildim ki, fərqli dərslər keçirik. Fərqli siniflərdə oluruq. Fərqli elə bir algı yaratmışdım. Amma sonra görsən ki, hamısı eyni şeydir və 600-700 bal yığıb indi hal-hazırda karyera baxımından sıfırda olan şəxslər var. Yəni sadəcə olaraq bu 600 bal yığmaq üçün bu universitetə qəbul olmaq üçün çabalayıblar belə görürəm. Səbəb bilirsiniz nədir? Mən bunu nəyə görürəm? Biri var ki, məsəl üçün bunun ingiliscəsi exam oriented university və yaxud exam oriented education və yaxud exam centered education. Biz çox təəssüf ki, imtahan mərkəzli təhsil sisteminin içindəyik. Öyrənmə və öyrətmə deyil. Yəni biz elə bir təhsil sisteminin içindəyik ki, bu inşallah düzələcək, daha yaxşı olacaq. Mənim bunun ümidim çoxdur. Amma bəlli bir hədəf var. Öyrənmə məqsəd deyil orada. Orada bal yığmaq məqsəddir. Orada öyrənmənin heç bir bu düzgün strateji deyil. Və yaxud bizim təhsil nazirimiz də bu barədə çıxış edib kifayət qədər və narazılıqlarını bildirib ki, bəzi insanlar bilərəkdən dərslərini öyrətmirlər. Məktəbdən. Niyə? Ki hazırlığa gəlsin uşaqlar. Hazırlığa gəlsin uşaqlar. Bəli. Yəni artıq məqsəd nədən çıxır? Artıq öyrənmə mərkəzindən çıxır. O hazırlıqda nə edir? Taktik öyrədir. Bilik öyrədirsizcə axıra qədər ki, biliyin nəyə lazım olduğunu. İmtahanda suallar düşəcək. Bu suallar düşəcək. Ya bu suallar üzərinə. Yəni bu nə üçün olduğunu bilsə bir insan daha yaxşı mənimsəyər də, düzdür? Bu olar ki, öyrənmə mərkəzli. Amma biz öyrənmə mərkəzdən çıxmışıq. İllərdir çıxmışıq. Biz mahiyyətdən çıxmışıq əslində. Biz yəni məsəl üçün bir bal yığmağımız artıq bizim məntiqimizi göstərir. IQ səviyyəmizi göstərə bilər. Amma bizim savadımızı içəridə onunla bağlı nə qədər bildiyimizi, nə qədər mənimsədiyimizi
göstərəcək bir şey deyil. Çünki son etapda işə götürənin yanına gələndə, tutaq ki, 5 namizəddir, 5-i də 600-ü keçən namizəddir. Amma vakansiya 1 və yaxud 2-dir. Mütləq ki, orada ya fərdi keyfiyyət, ya soft skills və yaxud da ki, hansısa o işin içində olma qabiliyyəti üzə çıxaracaq. Yəni o deyil ki, 600-ü keçək, ya o testi yaxşı əzbərləyən karyerada da zirvəni vuracaq. Əslində o uşaqlarda mən çox motivasiyanı salmaq istəmirəm, amma mənim demək istədiyim şey budur ki, biz əsasən öyrənmə mərkəzli təhsil sisteminə keçməliyik. Yəni biz bir şeyləri dərindən anlamalıyıq. Biz mənanı anlamalıyıq. İmtahan vermək üçün etməməliyik, belə başa düşürəm. Sadəcə həqiqətən öyrənmək lazımdır. Əlbəttə, yəni mənim əsas məqsədim burada budur ki, demək istədiyim məsələ budur ki, elə bir bəlli bir rol var, hamı öz rolunu oynayır. Yəni məsəl üçün müəllim deyir ki, bu şeyi verəcəksən, bu qədər bal yığacaqsan, tələbə deyir ki, yaxşı mən bu qədər bal yığmalıyam. Ondan sonra məsələ artıq soruşsan ki, məsəl üçün bu keçirik biz, tutaq ki, şey nə, məsəl üçün tangens nədir? Məsələn, kotanges deyəndə sinus, kosinus, onu harda tətbiq edəcək də, hə? Yəni məsəl üçün tutaq ki, bu nəyə lazımdır deyəndə, neyinsən sən onu? Əsas odur ki, sən nəticəyə bax. Nəticə yaxşı diplomdur və diplomda müəyyən qədər işə qəbul üçün bir göstəricidirsə, sizcə diplomu olmayan şəxs amma o işi yaxşı öyrənib, o işi bilir, iş tapma imkanı olur, yoxsa yenə də xarici təhsil və yaxud təhsil üzrə bir göstərici kimi diplom olmalıdır? Yəni mən üçün iş məsələsi də ali hədəf deyil. Kim üçünsə bəli, düz ola bilər ki, iş ali hədəf ola bilər. Mən onlara da sayğı duyuram, hörmət göstərirəm. Amma siz məndən bu sualın cavabını daha yaxşı biləcəyinizə əminəm ki, sizcə necədir? Siz onları məndən daha yaxşı bilirsiniz. Amma mənim fikrimcə iş məsələsi də ali hədəf olmalı deyil. Bizim zaten təhsil almaqda əsas məqsədimiz bir şeylərin fərqinə varmaq, fərqindəlik yaşamaqdır və biz inkişaf etdirməkdir. Əlbəttə, bizə bir məna tapmalıyıq oxumaqda. Artıq məsəl üçün təhsil sistemləri dünyada dəyişir. Xarici təhsilə biraz geri dönək. Dünyada xarici təhsil sistemləri artıq dəyişməkdədir. Çünki məsəl üçün artıq co-op sistemləri var. Məsəl üçün tələbə gedir 1 il oxuyur, sonra tətbiq edir işə, sonra 3-cü il yenə oxuyur, 4-cü il yenə tətbiq edir. Tələbə 4 ildən sonra 2 il məzuniyyətlə, 2 il iş təcrübəsi ilə çıxır. Amma bundan sonra tələbə iş həyatına daha yaxşı hazırlanır. Təbii ki, məsəl üçün işə heç olmazsa hazırlayırlar Azərbaycanda. Kəşki Azərbaycan universitetləri bu imtahan mərkəzli universitet və ya təhsil sistemindən çıxmış şagirdi, tələbəni heç olmasa iş həyatına yaxşı hazırlayardılar. Heç iş həyatına da yaxşı hazırlamadıq axı. Təəssüf ki, düzdür. Gənclərimiz yəni, 4 saat çoxsun. Yenə də yaxşı ki, hələ ki bu könüllülüklər, təcrübələr və s. çıxırlar ki, o tələbələr ki öz istəkləri ilə bir yerlərə gəlib çıxa bildilər ki, məsəl üçün müəyyən heç olmasa iş təcrübələri əldə etmə imkanları oldu. Amma universitetlər axı bunu da verə bilmədi. Məsəl üçün açığı danışaq da biz məsəl üçün gəncliyimizin təəssüf ki, pis haldır. Yəni universitetlər nə elədi? Universitetlər təcrübəyə göndərdi, amma orada deyirlər ki, təcrübə adı hara yazdırdın? Tələbələrin çoxu təcrübəyə adını yazdırdılar. Təəssüf. Yəni o təcrübədə nə qədər oldu bilirsiniz? 4 il oxuyan bir insanın təcrübəsi 1 ay olurdu. Başa düşürsünüz? Yəni 1 ay 4 ildə öyrəndiklərimizi biz 1 aya təcrübə edirdik. Yəni çox qəribə bir şeydir. Bəs bu praktika məsələsi xarici universitetdə, xarici təhsildə necə tələbələrinizdən necə feedback alırsınız? Xaricə gedənlər öz təhsilini necə tənzimləyir? Əla. Bu əslində universitetin mahiyyətinə görə dəyişir, ixtisasa görə dəyişir, amma tələbələr öyrəndiklərinə xüsusilə təcrübə keçməlidirlər və onlar mütləq ki, zəruri təcrübə müddətləri olur. Amma bütün universitetlər deyə bilmərəm. Təbii ki, kifayət qədər yaxşı universitetlər mütləq onların karyerasında bir yol açırlar. Yəni onlara dəstək olurlar. Yusuf bəy, bu qədər xərc çəkirik, xaricə gedirik. Bayaqlar bu sual verdim, bir daha xatırlatmaq istəyirəm. Xərc çəkirik, xaricə gedirik, amma qayıdırıq ölkəyə sürpriz, diplom tanınmır. Səbəb. Yaxşı, diplomun tanınmaması bizim üçün problemdirmi? Hansısa bir işə düzələcəyimiz yerdə problemdir. Bəzi şəxslər məsəl üçün burada oxumur universiteti, xarici investisiya qoşur, daha prestijli, dünya reytinqi daha yüksəkdə olan bir yerdə oxumaq istəyir və pul qoyur, yatırım edir və qayıdır ölkəyə. Sən diplomu tanınmır. Niyə? Qəşəng sualdır. Ümumiyyətlə diplomun tanınması ilə bağlı məsələdə biz şirkətlərlə həmişə müzakirə edirik və şirkətdə olaraq vizyonumuz bundan ibarətdir bizim şirkətin.
insanların diplomla bağlı manipulyasiya etməyəcəyik. İnsanlara yalandan vəd verməyəcək ki, diplomun tanınır. Evet. Amma və lakin diplom tanınması dünyanın axırı deyil. Yəni mən məsəl üçün kifayət qədər konsultasiya verdiyim, qəbul etdirdiyim, köməklik etdiyim kifayət qədər insanlar var ki, onların diplomu Azərbaycanda tanınmayacaq. Deyirsiniz ki, tanınmayacaq, dünyanın axırıdırmı? Xeyr. Zaten mən o insanlara həmişə tanınmanı tövsiyə edirəm ki, onlar yalnız heç olmasa bakalavr olsun, tanısın. Bakalavr tanınan diplomu varsa Azərbaycanda bəs eləyəcək. Çünki hər yerdə Azərbaycanda bakalavr tələb olunur. Xüsusi yerlərdə ki, magistratura təhsili tələb oluna bilər ki, tanısın. Amma kifayət qədər mənim konsultasiya verdiyim, kömək elədiyim insanlar var ki, onlar magistratura səviyyəsində xüsusilə dünyanın top universitetlərində tanınmır. Diplomlar. Amma diplomlara sahibdirlər, oxuyurlar, kifayət qədər xərc çəkirlər. Niyə oxuyurlar bəs onu? Ona görə oxuyurlar. Niyə oxuyurlar? 1. Onların əldə etdikləri networking. 2. Onların həyatında çox önəmli bir yenilik olur. Ki, bir rəhbər şəxsdir, illərdir işləyir və o yeniliklə artıq dünyaya fərqli bir pəncərədən baxa bilir. Həmin vaxt gedir, istirahət edə bilir, həmin vaxt universitetdə gəzə bilər, heç gəzməsə belə. Ən azından yeni məlumatlarla tanış olur, yeni artıq müzakirələr gedir. Çünki bilirsiniz, dünyada o qədər yeniliklər baş verir və bu yeniliklərdən artıq xəbərdar ola bilirlər. Və o tələbələr dediyimiz kimi yeni tanışlıqlar əldə elədi, yeni bir dərəcə əldə elədi ki, o dərəcə onun həyatında kifayət qədər necə deyim, əlavə dəyər gətirə bilər. O diplomun tanınması üçün o adam üçün heç bir əhəmiyyət kəsb edə bilmir. Niyə? Çünki onun tanınan bir diplomu var, Azərbaycanda işləyir və onun diplomunun tanınması ona əlavə heç bir şey gətirməyəcək. Amma bu insan bilincindədir ki, mənim əldə eləyəcəyim bir şeylər kifayət qədər çoxdur. Və bu insanların da azad seçimidir. Biz o insanlara deyəndən sonra ki, diplom tanınması problemdir, vacib deyil. O insanlar qəbul edildikdən sonra heç bir problem yoxdur. Biz məcbur deyilik ki, ancaq tanınan universitetlərlə işləyək. Xeyr, belə bir şey yoxdur. Biz məsəl üçün tutaq ki, elə bir universitetə tələbə qəbul etdirə bilirik ki, o universitetin eyni fakültəsinin, eyni ixtisası əyani olanda tanınır, amma distant olanda tanınmır. Yəni problem universitetdə deyil, problem proqramda deyil. Problem sadəcə onun alınma şəklindədir. Yəni distant şəkildədir. Distant təhsil, əyani təhsil və qiyabi təhsil. Bunlar üçün mənasını bildiririk, amma sadəcə olaraq bu əyani təhsil tanınırsa, qiyabi təhsillə tanınırsa, tanınmağa doğru keçsə, bəs distantla tanınmamalıdır. Distant təhsil bu dəqiqə dünyada geniş yayılmış bir təhsil növüdür. Bəzi işləyən insanlar, çalışan insanlar vaxt ayırırlar, axşamlar dərsə qoşulurlar. Bu da bir zaman ayırmaq sayılır. Bu sualın davamına gətirmək istəyirəm ki, mən hal-hazırda işləyirəm, amma həm də istəyirəm ki, xarici bir təhsil proqramından birinə qoşulum. Hara gedim, hardan başlayım, nə mənə uyğundur, məlumatım yoxdur. Ümumiyyətlə əla suallardır. Bu işlə Təhsildə Keyfiyyət və Təminat Agentliyi məşğul olur. Bu onların işidir. Amma niyə tanınmadığını dəqiq bilmirəm. Onların qəbul etdiyi qaydalardır. Amma mənim demək istədiyim şey budur ki, qiyabi təhsil artıq köhnəldir. Dünyada artıq qiyabi təhsil deyilən bir şey yoxdur. Artıq dünya təhsil sistemi çox dəyişib. Modular sistemə keçiblər. Hibrid sistemə keçiblər. Məsəl üçün tutaq ki, siz Oxford təhsil alsınız. İndi deyəcəm onu. Elə orada məsəl üçün mən Oxfordda oxuyuram. Oxfordda təhsildə modular sistem tətbiq olunur. Nə edirlər? Deyirlər ki, biz sizi hər modulda bir həftə çağırırıq. Siz gəlsiniz hər modulda bir həftə mühazirələri dinləyirsiniz. Artıq biz sizə tapşırıqları veririk. Siz artıq onları ölkədən də idarə edə bilərsiniz. Burada əsas məqsəd nədir? Düşünün ki, Oxford bu modellə dünyada kifayət qədər güclü beyinləri bir araya yığa bilir. Çünki o insanlar işləyir, onların karyeraları var, onlar yüksək vəzifələrdədir. Onlar işlərindən arada bir həftə götürüb gələ bilirlər. Bəli. Amma onlar üçün məsəl üçün 1 il işdən çıxmaq, 2 il işdən çıxmaq çox çətin olur. Ona görə də bu modular sistem çox ağıllı bir sistemdir.
hibrid sistemlər çox ağıllı bir sistemlərdir. Yəni bu sistem vasitəsilə tələbələr kifayət qədər böyük şeylər qazanır və eyni zamanda təhsillərini davam etdirirlər insanlar. Amma o diplomu biz burada tanımırıqsa, bu bizdə olan problemdir. Mən deyə bilmərəm bizdə. amma məsələ budur ki, əlbəttə, məsələ budur ki, bu insanlar ki, bu təhsili ala bilirlərsə, amma sizə bir şey də deyim, artıq o səviyyədəki o insanlar fikirləşir ki, mən filan universitetlər, top universitetlərdə oxuyacağam, mənim diplomumun tanınmağa ehtiyac yoxdur. Artıq məncə biz bu levelə gəlib çıxmalıyıq. Xüsusən də bunu rəhbər şəxslər etməlidir. Xüsusən bunu iş təcrübəsi yüksək olan insanlar etməlidir. Artıq onların diplom tanınmasına görə oxumamalıdırlar. Onlar artıq özlərinin əlbəttə şəxsi inkişafına görə etməlidirlər. Onlar kimisə diplom tanıdı, tanımadı məsələsinə qarışmadan biz deməliyik ki, bəli, biz şəxsi inkişafımız üçün oxuyuruq. Yəni bu diplomlardan inşallah bir gün tanınmaz da heç problem yoxdur zaten. İnşallah ki, tanınlar, məncə tanınmağa ehtiyacı var. Çünki amma qiyabi təhsil sistemləri çoxdan köhnəli bir şey. Bəli. Artıq Avropada, nə bilim İngiltərədə, Amerikada çox mahiyyəti experience, təcrübə qazanmaqdır, yaşamağını öyrənmək. Siz deyirsiniz Oxfordda hal-hazırda əyani təhsil yox, distant təhsil önündədir. Bu çox yox da Avropanın fərqli universitetləri. Belə bir şey deyim. Oxford Universitetində mən biznes təhsil alıram, yəni liderlik təhsil alıram. Bizdəki proqramlardan məsəl üçün baxsam əyani təhsildə var, bütün orada olduğumuz, amma əsas magistratura proqramlarının çoxuna mən baxanda modul sistemi iləndir. Yəni hər modulda siz gedirsiniz və o modullarda iştirak edirsiniz. Qiyabi bir növü saymaq olar da bunu. Dərsdən hibrid də sayma olar. Bir həftə bir kez tapşırıq verilir, həll edirsiniz, oxuyursunuz və qayıdırsınız. Amma Azərbaycanda tanınmır. Okey. Amma bilirik ki, Oxfordda təhsil alırsınız. Yəni Oxfordda oxusanız da diplomunuz tanınmaya bilər. Yəni problem deyil. Yəni mənim məsəl üçün öz şəxsi perspektivimdən deyirəm, mənim diplomumun Azərbaycanda tanınmaması məni xüsusi necə deyim, incitməyəcək, mənə bir problem gətirməyəcək. Yəni mənə biliklərimizi, savadımızı əldə almayacaq. Əlbəttə, mənim orada əldə etdiyim networking, yeni tanışlıqlar, mənim özümə əldə etdiyim dəyər, mənim özüm üçün inkişaf yeridir və mənim özüm belə düşünürəm ki, mənim üçün problem deyil, yəni orada oxumaq. Təəssüf ki, bu bizim cəmiyyətimizdə bayaqlar qeyd edilən kimi, necə Türkiyədə təhsili qınayırıqsa, necə pulluya girməyə qınayırıqsa və bunun kimi distant təhsili qınayırıq ki, bu bir sənin qoyduğun yatırım hissə saymaq kimidir. Amma halbuki distant da olsa sən işləyirsən, ya ailəvi atmalısan qırağa, hamı acından qırılmalıdır, yığdığın pulla gedib xarici təhsil almalısan, çox qayıtmalısan ki, yes, mən xarici təhsil aldım və məni təzə işə qəbul edin, onu da kim qəbul edəcək? Bu da bir sual altında. Ümumiyyətlə sizə belə bir şey deyim ki, kimsə məsəl üçün məni o barədə qınayırsa və yaxud kimsə mənə deyirsə ki, bu diplom lazım deyil, bu nəyə lazımdır və yaxud bununla bağlı hər hansı bir fikir yürüdürsə, mən o insanla çox uzun söhbət eləmirəm. Onun fikri o qədərdir. Çünki biz eyni dünyanı paylaşmırıq, eyni dəyərləri paylaşmırıq demək olar ki, eyni fikri paylaşmırıq. Mən ona inandırmaq məcburiyyətində deyiləm ki, bu diplom həqiqətən də işə yarayır, lazımlı bir diplomdur. Bu diplom sənə gətirəcək çox şey var. Onun üçün məsələ kriteriya var, tanınmalıdır. Tanınmalıdırsa o zaman mən ona sayğı duyuram. Deyirəm ki, mövzu artıq danışılacaq mövzu deyil. Artıq mən haqlıyam, sən haqsızsan söhbətinə girəcək. Mən bu haqqda fikrim tamamilə dəyişib. Yəni 180 dərəcə dəyişdi və həqiqətən düşünürəm ki, Azərbaycanda bakalavr təhsilin varsa, zaten istədiyim bir yerdə işə düzəlmək üçün bu addımdır. Bəli. Və daha sərgi şəxsi inkişafa baxır. Şəxsi inkişafı qiymətləndirən bir rəhbərin də varsa, yəni diplomun tanınsa da, tanınmasa da heç bir əhəmiyyəti yoxdur. Mir Yusuf, bəli, mən digər bir sualım. Sizə müraciət edən şəxslər çoxdur təbii ki. Bu indi biz müraciət eləməyənlər var ki, hansı bizi izləyirlər. Onların da müəyyən bir suallar ola bilər ki, siz qərarsızdır. Hansı ölkə gedəcəyinə qərarsızdır. Siz həmin adamı həm şəxsi inkişaf üçün, həm yerlənəcək biliklər üçün hansı ölkələrə məsləhət görərsiniz ki, bu ölkələrə getməyin sənin şəxsi inkişaf biliyi artıracaq. İxtisaslar üzərindən də yanaşsam, məsələn, tibb üçün gələn var, IT üçün gələn var. Siz ən çox o kariyer planlaması daha çox gedir. Amma mən kariyer planlaması qoyuram qırağa. Yox, xarici təhsil almaq alan şəxs təbii ki, hansı ixtisas üzrə almaq istədiyini də soruşursunuz. Ki, nə oxumaq istəyirsən, harda nə oxumaq istəyirsən. Siz onu tam olaraq spesifik olaraq onun ixtisası və maraqlarına uyğun, bu maraqlara uyğunsa bura gedin dediyiniz bir situasiyalar varmı? Var, deyə bilərəm. Maddi cəhət olabilir. Yox, ixtisas seçimindədir. Məncə. Düzdür? Bəli. Deməli belə bir şey deyim.
bizdə bayaq dediyim kimi toxunmuşdum, Holland metodu tətbiq eləyirik. Biz tələbələrimizə təxminən o tələbələr ki, bizdən kömək istəyir, biz o tələbələrə kömək eləyirik. Tələbələr gəlib məsəl üçün bizə deyəndə ki, biz bilmirik nə oxuyaq və yaxud biz yoxlamaq istəyirik ki, nə oxuyaq, biz onlara kömək eləyirik. Təxminən 90 dənə sual veririk. Bu 90 dənə sual həyati əhəmiyyətli, amma ölkəyə görə, ixtisasa görə heç bir şey yoxdur. Məsəl üçün sual bundan ibarətdir. Quşların köç etmə prosesi sizə maraqlıdırmı? Bir bitki necə böyüdüyü sizi cəlb eləyirmi? Yəni bu proses sizə maraqlıdır. Və yaxud valideyniniz sizə aylıq pul verirsə, bu pulu yığırsınız. Yığırsınızsa bunun hesabını aparırsınız. Hesabını aparırsınızsa bir hədəf qoyursunuz. Və yaxud sinifdə deyirlər ki, məktəbdəsiz, sinifdə deyirlər ki, bu günləri filan kəsin ad günüdür. Bu ad gününü necə planlamağı kim təyin eləyir? Siz o prosesdə iştirak edirsiniz. Orada gözləyirsiniz kimsə rol versin, yoxsa siz özünüz deyirsiniz ki, filan kəsən filan şey, filan şey. Bəli. Və yaxud məsəl üçün siz fikirləşirsiniz ki, məsəl üçün bir dənə maşın gördünüz, bəyəndiyiniz maşın. İlk bunun rənginə baxırsınız, yoxsa markasına baxırsınız və yaxud texniki göstəricilərinə baxırsınız. Ən çox sizi nə cəlb eləyir? Yəni biz bunlara bu sualları verərək çalışırıq ki, o məsələni həll eləyək ki, oradan yola çıxaraq ixtisasları heç olmasa onların maraq dairəsinə uyğunlaşdırıb çıxardaq və sonda təxminən 5-10 ixtisas çıxarda bilirik. Onun artıq deyə bilirik ki, bu tələbə məsəl üçün testlərin nəticəsində göstərə bilir ki, sağ beyin yarımkəsi daha yaxşı işləyir, sol beyin yarımkəsi daha yaxşı işləyir. Və bu ixtisasları seçmədə müəyyən qədər dəstək oluna bilər. Məsəl üçün tələbələr var ki, çıxır ki, bu texniki yönlü tələbədir. Bu yaxşı olar ki, bu ixtisasları seçə bilsin. Ondan sonra biz ikinci mərhələ müsahibəyə keçirik. Bu ixtisaslarla bağlı suallar veririk, onlara kurikulumları göstəririk, deyirik ki, sizin keçəcəyiniz dərslər təxminən belə ola bilər, sizcə maraqlıdır ya yox, və yaxud gələcək iş perspektivlərini göstəririk. Bundan sonra deyirik ki, təxminən ixtisas darlaşması oldu. Bu 3-5 ixtisasdan gör sənin hansı maraqlıdır və o maraq dairəsinə uyğun ixtisasları tapa bilirik. Yəni bizim istifadə etdiyimiz yol bundan ibarət, yəni ixtisas seçimində. Amma desəz ki, məsəl üçün ölkə seçimi bu biraz şəxsi yanaşmadan asılıdır. Yəni məsəl üçün mən gəlmişəm, deyirəm ki, məsəl üçün gələcəm Qazaxıstanda oxuyacağam. Siz deyə bilərsiniz, yatmam. Sizin ixtisas məsəl üçün ondan yaxşı Çexiyada var. Çünki onun yadın 17 yaşı var və valideynin götürüb gəlir və heç biri də bilmir ki, hara necə getsin. Suallar lazımdır. Əslində bu bizim üçün çox çətin bir sualdır ki, məsəl üçün biz deyək ki, o ölkəyə getmə, bu ölkəyə get. Bizim məsəl üçün şirkət siyasətində yoxdur ki, biz ölkəni deyək ki, bu ölkəyə getmə və yaxud bu ölkə daha yaxşı, bu ölkə pisdir. Biz əslində burada artıq tövsiyədən başqa biz coaching eləməyə çalışırıq tələbəni. Deyirik ki, məsəl üçün bu ölkədə təxminən belə bir şey var. Siz necə düşünürsünüz? Sizə necə bir ölkə lazımdır? Bu ölkəyə getdikdə ölkədən gözləntiləriniz nədir? Orada qalıb işləməkmi? Biz artıq məsəl üçün həftəyə 20 saat tutaq ki, işləyə bilərik, necə yer tövsiyə edə bilərik. Və yaxud deyirik ki, qalmaqmı? Tutaq ki, məzun olduqdan sonra sizə bu ölkə 18 ay qalmaq icazəsi verəcək. Və yaxud siz ölkədə nə fikirləşirsiniz, sizdə nə olmalıdır? İş tapılması lazımdır. Həmin ölkədə məsəl üçün işsizlik səviyyəsinə baxırıq. Və yaxud məsəl üçün karyeramı müəyyən müddət orada davam etdirmək istəyirəm. Tamam, orada maaş ortalaması nə qədərdir? Və yaxud məsəl üçün ölkəyə getmək istəyirəm. Məsəl üçün filan şəhərdə sizə yataqxana, sizin qiymətləri, sizin büdcə uyğundur ya yox. Məsəl üçün elə ölkəyə gedirsiniz ki, orada yataqxana tapmaq olmur. Və yaxud ixtisas seçimini düzgün seçmə və yaxud elə universitet var ki, ölkə də yaxşıdır, universitet də yaxşıdır, amma oxumaq çox çətindir. Çox çətindir. Bu təbii ki, universitetə görə də fərq eləyir. Ona görə də biz çətindir. 17 yaşında olduğunu göstərir. Məsələn, biz Nihad üzərindən getdik, Nihad gəlir. Məsəl üçün Azərbaycanlılardan xaricə gedib ən çox qayıdan soruşsaz, məsəl üçün Belçikada deyər. Çox çətindir. Çünki Belçikadan Azərbaycanlılar hər il onlarla Azərbaycanın tələbə qəbul olunur, amma məzun sayına baxanda ən az məzun oradan çıxır Azərbaycanın. Niyə? Oxuya bilmirlər. Birinci ildən, əlbəttə birinci ildən sonra çox tələbə
ya necə deyim, ya qovulur, Prestijli ya da ki universitet oxuya bilmir. Çox çətindir universitet. Məsəl üçün Yəni dəyər prestijli universitetlərdir yoxsa? bu arada mən universiteti çox bəyənirəm. Yüksək səviyyəli universitetdir Belçikadakı universitet. Sadəcə dizi qrup oxumalısan. Oxumalısan da, yəni çünki səni mütəxəssis kimi yetişdirir. Yəni səni bakalavr təhsilində belə alim kimi yetişdirir. Və yaxud son dövrlər Çexiyada yerləşən Charles Universiteti Azərbaycanlılarla bağlı bəyanat yaydı. Aha. Ki Maraqlıdır bəyanat. Biraz İtaliya üçün yayılmışdı elə bir situasiya. burada deyirlər ki, Azərbaycanlılar yüksək SAT ilə gəlir, amma onların birinci kursdan ikinci kursa keçmək şeyi daha azdır. Progresi daha azdır. Yəni onların ehtimalı vardı. Oxuyursan hansısa bir kənd məktəbində onlar hamısı deyir ki, biz o tələbələri ki SAT ilə qəbul edirdik. Ki bunların hamısını deyir ki, o tələbələri biz attestatla qəbul etməmişik belə pisması. SAT ilə qəbul etmişik. Onların hamısının nəticəsi yüksək olub. Və bu yüksək nəticəyə baxmayaraq Azərbaycanlı tələbələr yenə də zəif nəticə göstərirlər. Çünki birinci kursdan ikinci kursa gedəmirlər. O biz nə oxşadı? 700 bal axırda taksi şofer işlərinə var. Bu ona oxşadı. İncitməyə heç birini incitmir. O situasiyadır. Bir də yəqin ki, sizin şirkətiniz namizədləri xarici oxumağa göndərəndən sonra yəqin onlarla aranızda hər hansı bir kontakt qalır və yaxud davam edir. Geri dönüşlər olurmu oradakı situasiya ilə bağlı, hər hansı bir problemlə bağlı ki, ay müəllim, mən burada neyim ya burada belə bir situasiya gəldi, mən buradan hansı ölkəyə gedim və yaxud burada neyim? Bir dəfə əsas yığışı Yusuf müəllim dava düşüb. Mənim şöbəyə gəlirlər. Elə bir situasiya olur, göndərdiyimiz namizədlər sizə gəlir. Elə də olur. Dava deyəndə məsəl üçün xüsusən psixoloji olaraq tələbələr çox çətinlik çəkir. Çünki tələbənin gedəndə eyni zamanda nə hazırlığından danışır, hüquqi dedik, maliyyə dedik, ixtisas seçimi dedik. Amma ən önəmli hazırlıq nədir mənə görə? Psixoloji hazırlıqdır. Çünki məsəl üçün evdən ayrılmaq. İnanın mənə 17 yaşlı uşaq evdən ayrılanda çox böyük problemlər olur bəzən. Çünki ailə də ona hazırlıqlı olmalıdır. Mən məsəl üçün bir ana tanıyırdım. Bir neçə ana tanıyırdım, indi ağlıma gəldi. Məsəl üçün bir ana vəbşi uşağı ilə getdi xaricə. Bir ana yataqxanaya zəng eləmiş ki, mən də uşaqla qala bilərəm burada demişlər. Yox. Sos Türkiyədir ora. Yox, Türkiyə Avropaydı. Çox bəhənədən Avropaya istəyir. Və yaxud indi də məsəl üçün analar mənə deyir ki, məsəl üçün mən uşağı getsin, mən nə qədər qala bilərəm ondan. İndi bir anaya da xaricdə həmin universitetdə kurs düzəltmək istəyir ki, uşaqla getsin. Çünki mən getmək istəyirəm, uşağımla getmək istəyirəm. Yəni biz bu situasiyalarla çox rastlaşmışıq ki, məsəl üçün bu psixoloji olaraq ayrılma prosesində çox çətinlik yaşayırlar. Amma bundan da başqa isə məsəl üçün bir dəfə şeydədir, tələbə yataqxanadadır. Gecə saat 11-də zəng eləyib mənə. Məsəl üçün mənim yataqxanamda belə deyir, mənim yataqxanamda kettle işləmir. Nə edeyim? Ciddi. Yəni işləmir, nə edeyim? Sonra Nəsli çətin situasiya kettle. Və yaxud maraqlıdır həmin satacağız. Nə? Necə afetisi? Dedim ki, düş aşağı tapacaqsan. Resepsiyonda. Və yaxud 2 tələbəni göndərmişəm. Xaricə göndərmişəm. Çox ağıllı, çox yaxşı tələbələrdir. Gecə saat 12-nin yarısı durmadan zəng gəlir təxminən. Soruşdum ki, nə olub? Dedilər ki, biz filan yataqxanaya gəldik siz deyən. Burada harda market var? Burada nə ala bilərik? Deyirəm ki, neyiniz market deyir açmışıq. Ciddi deyirəm. Açmışıq. İngilis bilmirlər kimdən soruşsunlar orada. Türkiyədir bu. Hətta türkdülər. Yəni bilirsiniz, belə situasiyalar olub. Və yaxud bir dəfə bir tələbəmizi mən bunu xoş xatirələr kimi deyirəm, yəni onları qınamıram. Həqiqətən də mənim yadıma düşəndə həqiqətən də üzümü güldürürlər. Yəni çox sevinirəm. İşinizin dadıdır. Bir dəfə bir tələbəni göndərmişik xaricə. Tələbə getməmiş, deyib ki, anası zəng gəlir ki, müəllim, bəs qız uşağı gələcək, xahiş edirəm, bu evi tutduq. Bəs bu evə bir əşyalar aldıq.
pərdələr zad düzəltdik. Hər şey elədik. Cəzdik. Hər şey düzəltmişik. Nəysə dedim ki, vəsə qazı zadı açdırdıq. O proses Türkiyədə çox belə, yəni əlbəttə kirayə zadı həll etdik. Çünki orada müqavilə bağlanmalıdır, bu rəsmi prosedura girməlidir. Ondan sonra bir təxminən 3-5 gün keçmişdi. Bir də gördüm zəng gəlir. Uşaq ağlayır. Ana deyir ki, dayan bu dəqiqə danışıram. Dedim, nə olub görəsən? Arxada da it hürür. Hər səs bir-birinə qarşı. Nə olub məsələdir? Ana çəkildi başqa bir otağa, mənə dedi ki, bəs bizim tutduğumuz evdə bizim yadımızdan çıxıb soruşmamışıq ki, həyətdə bir bağça olmalıdır, ən azından yaxınlıqda bir park olmalıdır və yaxud ki, it evdə darıxır, stressə düşüb. Öyrəşə bilmədim. Biz bu evdə yaşaya bilməyəcəyik. Bu it həqiqətən də bizim planda it yox idi. Bəli, təbii ki. Ciddi. Bizə deyilməmişdi, amma itə görə ev dəyişildi. Yəni evdən çıxdılar, mənim dostum da mənə yığdı, zəng etdi ki, Mir Yusif, bəs bu evin mənim üstümə müqavilə bağlanmış. Cəmaət məndən pul istəyir. Mən nə edəcəm? Mən nə edəcəm? Onlar da qala bilmədilər evdə, təcili surətdə evdən çıxdılar, başqa bir ev tapdılar. Orada ziyan siz düşürsünüz, səhv etmirəmsə. Yəni biz onu təbii ki, müəyyən ziyana düşdük. Yəni amma nə deyə bilərik? Bizim üçün bir təcrübə idi, çox maraqlı bir təcrübə idi, amma artıq 90 sualın bu yəni çox 90 oldu artıq. Siz 90 sual verirsiniz də belə bir Okay, bu 17 yaşlı təzə Yəni- başlamaq istəyənlər üçün. Buyurun. yəni bizim təsəvvür edə bilməyəcəyimiz məsələlər çıxa bilər ortaya. Bilirsiniz, yəni Məişət qayğıları üçün də gəlirlər. Belə aşağı düşdük. əlbəttə, yəni elə ola bilər ki, bizim heç təsəvvürümüzə gətirə bilmədiyimiz məsələlər üzərində problemlər çıxa bilər. Ki, məsəl üçün birinin xüsusi istəkləri ola bilər də. Yəni biz o istəklərin hər şey Son hissədə qarşılığında hamısını qarşılayırsınız. xeyr, edə bilmirik təbii ki. Bildiniz? Ölkən sabah yarısı gücsün qapınızda olacaq ki, bu istəyi qarşılayırsınız. Biz onu eləyə bilmərik axı. Biz hər şeyi qarşılaya bilməyəcəyik. Xarici təhsilə getmişdik. Yəni bakalavrdan müəyyən qədər danışdıq. 17 yaşımıza qayıtdıq, o sualları verdik. Tutaq ki, indi yaş kateqoriyasını artırsaq, 30-35-dən sonra oxumaq istəyən şəxslər var. Bizim Hansı ki, yaşlar üçün. yaxşı. Mən 30 keçməmişəm, amma təzə 30-u təzə tamamlayıb vurğulayır. 30 olmayın ha. Mənim üçün maraqlıdır. 32. 32. Namizəd bir neçə il əvvəl bakalavr oxuyanda fikirləşmirdi xaricdə təhsil alacaq, amma ortalaması aşağıdır, xarici dilin üstünə düşmür, amma iş həyatı və yaxud indiki tələbat elə gəlir və yaxud indi qərar verib ki, xaricdə oxusun, amma magistr oxusun. Çünki artıq bakalavrı var. Bəli. Hansı kriteriyaları olmalıdır? UMC-si mi yaxşı olsun, hansısa sertifikatı mı alsın? Artıq bu xarici təhsilin belə deyək, pik nöqtələri, can alıcı nöqtələri hansılar ki, namizəddə nə olsun? Yəni siz demək istəyirsiniz ki, middle və higher managementdə olanlar, yəni orta və yüksək idarə etmə pilləsində olan insanlara hansı məsləhəti verə bilərsiniz? Magistr təhsili. Magistr təhsil. Çünki bakalavr. Bu adam bakalavr oxuyub. Heç ki, mən bakalavram və magistr təhsil almaq istəyirəm. Hansı tövsiyə verə bilərsiniz? Bu təhsil əyani də ola bilər, distant da ola bilər, hibrid də ola bilər. Yəni distant olacaq. Düşünürəm ki, seçmişdik. Əlbəttə, yəni məsələn modullar olaraq da tələbələr başlaya bilər bu təhsilə. Birinci tövsiyəm budur ki, ölkəni seçsinlər. Məsəl üçün Türkiyədə oxuyacaqlarsa artıq bəlli etsinlər. Türkiyəyə gələcəklər. Türkiyədə də yaxşı universitetlər var və bu distant təhsil verirlər. Amma Türkiyənin distant təhsilində də mütləq getməlisiniz. İmtahanlara getməlisiniz, bəli. Bir də var ki, məsəl üçün bu Avropa, İngiltərə seçimi əksər Azərbaycanlıların çox getdiyi yer İngiltərə olur. Çünki İngiltərə universitetləri kifayət qədər reytinqli universitetlərdir və kifayət qədər çox yaxşı təhsil verə bilən universitetlərdir. Və universitetlərində orada ingilis dili mütləq tələbləri var. Bu ingilis dili imtahanları mütləq deyil ki, artıq sertifikat olsun tələbələrdə. Çünki o insanların ki, müəyyən dediyiniz kimi yaşı var, müəyyən bir karyera şeyləri var. Onlara artıq daxili imtahanda eləyə bilən universitetlər var. Yəni ki, o tələbələr bir də imtahana hazırlaşmasın, imtahan verməsin, onları artıq müsahibə yolu ilə və yaxud öz daxili imtahan yolu ilə də qəbul edən universitetlər var və həmin o tələbələrə də mən tövsiyə edirəm ki, top universitetlər seçsinlər. Çünki artıq karyeralarında elə bir yerdə İngiltərədə oxumaq istəsə. Bəli. Həm də ki, distant təhsildə bu arada təhsil haqqı çox uyğundur. Yəni məsəl üçün artıq orada
Hibriddən üzrə hissəli ödənişlər də mümkündür. Yəni tələbələr artıq birbaşa ödəniş yox, hissəli ödənişlər verə bilərlər, o təhsilləri ala bilərlər. Bunu çox yaxşı eşitsinlər. Hissəli ödənişlərlə, ya belə deyək. Hə, yəni hətta məsəl üçün məsəl üçün uyğun təhsil haqqları məsəl üçün necə? Bunu bilmir çox adam. Bəli, aylıq ödəyə bilərlər hətta, illik yox. Amma məsələn mən onu bilmirdim. Aylıq ödəyə bilərlər. Məsəl üçün belə deyək, loyalty kredit kimi belə deyək. Əlbəttə özü o faiz gəlmir. Faizsiz kreditlə xaricdə təhsil ala bilərsiniz. Bəli. Bizimkilərin sevdiyi. Hə, bizimkilərin sevdiyi. Onu deyəcəm. Bəs təqaüd olur bu etapda? Yəni təqaüd Distant şansları təhsil, olur. distant təhsildə xüsusilə də middle və higher management pilləsində olan insanlar üçün çox təəssüf ki, təqaüd olmur, amma endirimlər olur. Zaten məsəl üçün York hamının Azərbaycanlıların texnik universitet, Türkiyəni bu Yıldız Texnik Universiteti çevirdiyi York Universiteti məsələn. Mən o barədə bir şey deyə bilmərəm, amma Qaçır. hə? Bizimkilər biz çox tanışım York Universiteti York məzunu, yerlər. Amma bizim alternativ universitetlərimiz də var. Mən York Universitetinə də necə deyim, kifayət qədər reytinqli, kifayət qədər normal, qəşəng universitetdir. Yəqin ki, müəyyən maraq yaradıblar, halal olsun onlara. Amma bizdə kifayət qədər endirim nəzərdə tutun. Endirim nə dərəcədə nəzərdə tutun məsəl üçün? Bizdə məsəl üçün normal məsəl üçün universitetin əyanisində oxuyacaqsa, müəyyən qədər ödəyəcəksə, artıq bizlə məsəl üçün distant təhsillər alanda kifayət qədər endirimlər olur, kifayət qədər yaxşı fürsətlər olur tələbələr üçün. Bəs olur ki, xaricdə oxuyan tələbə təhsilini dondurub gəlsin bura və yaxud elə bir imkanlar olur, hər hansı bir işlə bağlı və yaxud şəxsi situasiya ilə bağlı. Oxuyub dondurub gəl, sonra yenidən qayıdır. Xaricdə belə bir imkan var? Mümkündür. Distanta da aiddir. Bəli, əlbəttə, distantda da tələbə təhsilini doldura bilər. Amma burada məsələ necədir? Məsəl üçün dünyada krizis baş verir, siyasi krizislər baş verir. Beynəlxalq münasibətlər səviyyəsində məsəl üçün Dubayda hazırda Birləşmiş Ərəb Əmirliklərdə krizisdən dolayı tələbələr artıq məsəl üçün istəmir ki, o situasiyada qalsınlar, gəlirlər Azərbaycana. Bəli. Amma təhsillər distant şəkildə davam edir. Amma onların təhsili diplomu distant olmur. Çünki müvəqqəti bir dönəm üçün o distanta keçə bilər. Bəli, şərait. Yadınızdadsa məsəl üçün pandemiya oldu. Bəli, bəli. Pandemiyada Pandemiya məzunu. Hə. Qlobal olaraq pandemiya baş verdi və pandemiyada da artıq hamı distant təhsilə keçdi. Amma distant diplom aldılarmı? Xeyr. Əyani təhsil. Çünki müəyyən situasiyalar içində tələbələr geri dönə bilirlər. Amma məsəl üçün bura gəlməmişdən qabaq bir nəfər tələbə mənə zəng elədi Kanadadan. Dedi ki, bəs mən qayıtmaq istəyirəm. Niyə? Çünki dedi ki, mənə verilən təqaüd kəsildi. Niyə kəsildi? Çünki onun təqaüdü o şərt nə idi ki, o müəyyən bir ümumi orta göstərici yüksək olmalıdır. Yəni GPA balı müəyyən bal üzərində olmalıdır ki, o təqaüd davam eləsin. Amma tələbə o ikinci ildə o təqaüd kəsildiyinə görə artıq deyir ki, mən o maliyyə imkanlarına sahib deyiləm ki, əyani şəkildə belə Kanadada təhsilimi davam etdirəm. Lütfən məni başqa ölkədə dəyişin. Həm bu situasiyalarda o zaman müsbət nəticə əldə edə bilirsiniz həmin tələbə üçün. Əlbəttə, uyğun variant. Onda orada dondurursunuz, başqa universitet keçirsiniz. O oradan çıxacaq artıq həmin tələbə. Amma əlbəttə özü çıxmaq istəyir. Çünki dondurmaq da olmaz yəni. İstəsə dondura bilər, amma bir də qayıtmayacaq. Çünki ora qayıtsa yeni problemi qaldığı yerdən davam edəcək. Bəs düşünürəm ki, oradan çıxaram, gedirəm, yaxşı qazanıram, pulumu qazanaram və gəlib oxuyan təhsilini bitirərəm. Çünki Kanadada oxumaq zəif bir şey deyil. Yəni Kanada dünya oranın diplomu tanınmasa da olar. Yəni Kanadada oxuyur. Yəni tanınmasa da olar yəni. Kanada böyük bir ölkədir, dünyanın böyük ikinci ölkəsidir. Yəni düşünürəm ki, oranın universitetləri yəni yuxarı olduğu üçün yəni mən şəxsən dondurardım. Pulum olmasa belə dondurardım. Yəni ən azı bir 10 illik dondurma olsa fikrimləmsə, o universitetə görə dəyişən bir şeydir. Universitetin siyasəti. Yəni 5 il olsa mən razıyam. Oranın təhsil xərcini qarşılayaram. Amma yenə də təəssüf ki, tələbələrin belə geri dönüşləri olur və mənim sizə sonuncu bir sualım var. Sual çatdı. Sonuncu bir sualım var. Ən vacib suallardan biri ki, düşünürəm özümdə. Qarşımızda seçim qoyuram. İndi bəzi ölkələrə çıxıram. Bayaq Belçikanı qeyd etdiniz, İngiltərəni qeyd etdik, Amerika var bu siyahıda. İndi hal-hazırda yüksələn ulduz Çin var məsəl üçün. Qonşu Rusiyanı da qataq. Qonşu Rusiya inanmıram universitetə qədər yoxdur. Moskva universitetini qatmaq olar, Leningradı bəlkə biraz qatmaq olar. Biz Rusiya işləmirik. Rusiya işləmirsiniz. Bu universitetlər arasında
Sizcə təhsilin belə deyək də anası və orada sənin qazanacağın bilik, təcrübə, hər şey ən yaxşı hansındadır? Şəxsi görüşüm. Şəxsi Cavab verə görüşünüz. bilməyəcəm. Oxfordda oxudunuz, nəzərə alıb İngiltərə demək istəyirəm. Amma yenə də sizin fikriniz maraqlıdır. Cavab verə bilməyəcəm bu suala. Çünki bir sözədir. Hər ölkənin öz üstün cəhətləri var. Mən burdan deyə bilməyəcəm ki, məsələn bu ölkədə belədir, bu ölkədə elədir, yox. Amma məsəl üçün bizim bütün o adını saydığımız ölkələrdə partnyorlarımız var. Məsəl üçün Amerikada da var, Çində də var, Avropanın bir çox yerində də var. O hər ölkənin özünə uyğun spesifik bir göstəriciləri var. Əsas odur ki, hər ölkənin fürsətləri nələrdir? Biz o fürsətləri görə bilərik. Yəni biz heç birimiz eyni deyilik. Yəni tələbənin perspektivindən baxmalıyıq. Tələbə nə arzulayır? Məsəl üçün tələbə özünü necə görür? Məsəl üçün mənim özümü deyim. Mənim təhsildən gözləntim nədir? Mən xaricdə təhsil almaq istəyəndə demirdim ki, gedim həmin ölkədə qalım. Mən həmin ölkədə qalmaq, ölkədə məskunlaşmaq, ölkədə iş tapmaq arzusunda olmamışam. Mən üçün ən doğma yer Azərbaycandır. Milli vətənpərvər. Həqiqətən ən gözəl şəhər Bakı şəhəridir. Mən bu şəhərdə yaşamaqdan da zövq alıram. Ona görə də həqiqətən mənim öz imkanlarım var da, yəqin ki, bunu artıq pafos kimi qəbul etməyəcəksiniz. Mənim öz imkanlarım var idi də, var da. Mən illərdir ki, mən gedib hansısa bir ölkədə məskunlaşım, qalım və s. Mən bu ölkədə xoşbəxtəm, bu ölkə mənim üçün doğmadır, bura mənim vətənimdir. Amma insanlar var ki, məsəl üçün getmək istəyir. Bəzi şəxslərimiz Edinburgh istəyirlər belə. İnsanlar var ki, getmək istəyir, qalmaq istəyir. Özdən onlara da sayğı duyuram. Amma biz gərək bilək ki, bu ölkədən necə qazanacaq, nə fayda verəcək, necə görürük. Bildiniz necə? Məsəl üçün mənim üçün Azərbaycan uyğundur. Mən Azərbaycan mənə uyğun deməli. Bəli. Bildiniz necə? Yəni bu artıq kiməsə görə zəif seçimdir, kiməsə görə əla seçimdir. Yəni başqa biri üçün deyirəm. Aydındır? Yəni ola bilər ki, biz məsəl üçün gedə bilərik ki, tələbə var, gəlib mənə deyib ki, mən istəyirəm ki, Malayziyada oxuyum. Mən özümü orada görürəm. O da yüksələn ulduzlardan biridir Malayziya məsələn. Məsəl üçün elə insan var ki, gəlib deyir ki, məsəl üçün tutaq ki, mən getmək istəyirəm tutaq ki, Yeni Zelandiyaya. Kifayət də yaxşı ölkədir əlbəttə, amma çox uzaqdır. Düzdür? Ona görə də biz o fürsətləri hər ölkədə fürsət var. Yeni Zelandiyaya göndərə bilirsən, yəni Yeni Zelandiyaya. Əlbəttə. Getmək istəsən də. Əlbəttə. Yəni biz hər ölkədəki fürsətləri görməliyik. Hər ölkəyə uyğun tələbə var və o tələbələr o ölkəyə getməlidir. Yəni mən seçim deyə bilməyəcəm ki, məsələn, bu ölkə əladır, bu ölkə pisdir. Yəni işinizə individual yanaşırsınız da, individual cavab verirsiniz. Bəyəndim. Mən şəxsən əsas İrlandiyaya gedirsən? Gedəsə oldun? Yox, amma mən düşünürəm ki, mənim bu ən əsas diplom barədə narahatlığım çox idi. Diplomun tanınması və ya tanınmaması ilə bağlı. Amma Mir Yusuf bəy tanıdıqdan sonra, ona bu sualları verdikdən sonra fikrim həqiqətən 180 dərəcə dəyişdi. Yəni mən zaten burada bakalavr oxumuşam və ikinci bakalavrım hazırda davam edir. Dövlət İdarəçilik Akademiyasında oxuyuram və 2 bakalavrım var. Yəni 3-cü bir diplomum tanınmasına düşünürəm ki, yəni olar deyə düşünürəm. Əsas o ki, sənə dəyər verən rəhbərin və rəhbərin yanında çalışırsan, işləyirsən ki, həqiqətən əziyyətini görsün və səni qiymətləndirsin. Bundan da başqa əsas odur ki, təhsil bizim beynimizdə hansısa qapılar açsın. Biz həyatda o hansısa mövzularda fərqindəliyi görə bilərik. Hansısa bir məsələdə bizə bir istiqamət versin ki, biz o istiqamət arxasınca gedə bilək. Öz başımıza bir olmasa bir deyək ki, bu təhsildə mənə bunu öyrətmişdilər. Hansısa bir professorlar, müəllimlər görə ki, onlar həyatımızda iz qoysun. Və yaxud hansısa bir məsəl üçün təhsil bizi necə deyim, yeni bir ünvanlara çatdıra bilsin, bir məna yaratsın. Bir dəyər yaratsın. Əsas məsələ təhsilin gözləntimizdə bu olmalıdır. Tam razıyam. Təəssüf ki, Azərbaycanda bir də hazırda xarici təhsil biraz ölkədən qaçmaq kimi düşünürlər, gedib hansısa bir ölkədə kuryer işləmək kimi görürlər. Harda sıfırdan başlamağın açarı kimi görənlər də var. Bu real situasiyalarda, amma dediyiniz tövsiyə həqiqətən çox qızıl kimidir ki, yəni ad xatirinə, sənəd xatirinə, diplom xatirinə deyil də, həqiqətən özünüzə nəsə qatmaq, gedəcəyiniz mənzilə çatmaq üçün əlinizdən tutacaq təcrübə olması üçün xarici təhsil istəyirsinizsə, məncə Yusuf bəyə yaxınlaşın və həqiqətən təhsil almaq istəyirsinizsə,
getmək lazımdır, inkişaf etmək istəyirsə etmək lazımdır, amma yenə də Mehsud bəyin fikrində tam razıyam ki, hər yeri gəzim, amma yenə də vətənə qayıdım, xidmətim buradayım. Çünki mən də həqiqətən Bakıma, Azərbaycana çox bağlı bir şəxsəm və elə də yetişdirilmişəm. Düşünürəm ki, sizin də o ailə ruhdan gələn yetişdirilmə prosesi belə olub deyənə ikimiz də həqiqətən Bakını çox sevirik. Sən də çox sevirsən. Yox, biz ikimiz dilə gətirdik, sən dilə gətirmədin, o səbəblədir. Bakı əziz şəhər, mehriban diyar. Biz də paytaxtımızın gözəl sakinləriyik. Bəli. Əziz bizi dinləyənlər, paytaxtımızın gözəl sakinləri, Mehsud bəy təşəkkür edirik gəldiyiniz üçün. Mən təşəkkür edirəm dəvət üçün. Çox maraqlı söhbət oldu. Minnətdaram. Heç bilmədim ki, 1 saat. Nə var? Hətta 1 saatdan çox keçib deyə bilərəm. Və sizə bir izləyicinin qarşısında bu çəkilişli bir dənə söz alın ki, ikinci buraxılışımız olacaq. Mütləq. Təhsildə xarici təhsil çox geniş bir aspektdir və bu günlər biz bu 1 saata bəzi suallar sıxışdırdıq. Bu suallar belə davamı da var. Hansı ki, tələbələri biz burada necə getmək olar danışdıq, amma lakin orada necə davam edəcək, bunu sualları inşallah gələn proqramda sizinlə bölüşmək istəyirik. Əla. Gələn dəfə burdan artıq anons kimi deyim. Bura çox böyük motivasiya ilə gəlmişəm, yeni gəlmişəm. Təşəkkür edirik. Və axırıncı dəfə moduldan qayıdanda mənim həyatımda uzun zaman unuda bilməyəcəyim bir müəllim barədə gələn dəfə danışarıq. İnşallah. Atom Williams barədə, onun həyatı barədə. Çünki həyatda elə bir professorlarla rast gəlmək məncə çox böyük xoşbəxtlikdir. O barədə danışa bilərik. Sonra mənim başqa bir professorum Su barədə danışa bilərik ki, onun necə adi bir məqalələrindən və yaxud dərsdəki necə dəyişim yaratmağından, from ego to eco mövzusu barədə çox danışa bilərik. Situasiyanın içindən, həyatın içindən. Bəli. Çox maraqlı oldu. Təşəkkür edirəm dəvət üçün. Mənim üçün çox xoş oldu. Bizim üçün çox xoş oldu. Əziz izləyicilərimiz, ümid edirəm ki, hamınız üçün çox maraqlı mövzu oldu. Günümüzü maraqlı bir sözlə yekunlaşdırmaq istəyirəm. Trendlərin yox, arzuların dalınca gedin. Hara gedirsə gedin, uğur sizinlə olsun. Sağ olun, gəlin görüşlərdir.